Dikkat ekrana başladı indi. Show business'e farklı bakış var. Haberiniz olsun olup bitenden. Magazin Plus'tan yeni haber var. Magazin Plus'tan yeni haber var. Həftənin show biznes xəbərləri, mədəniyyət xəbərləri, açıqlamalar, ekskluzivlər, səs-küylü etiraflar. Bütün bunlar Magazin Plus'da. ARB kanalında hər birinizi salamlayıram və Magazin Plus mən Zümrüd Şahovanın təqdimatında başladı deyirəm. Magazin Plus'tan yeni haber var. Onun bu açıqlamaları gündəmi alt üst edəcək. Yaradıcı adam çox deyil. Bu kadar olur ki söhbət aramızda. Bir de inceliğim var. Hər biriniz şok olacaqsınız. Mehrin Ümbətova tanıyırsan yəqin ki. Heç səhnə müğənnisi deyil, studiya müğənnisidir. Müğənni yəqin gözüdür. Neyimizə lazım, kim oxuya bilir, özləri bilərlər. Dang, 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 dang. Sən ayıl. Yəni müğənni deyiləm. Soyuq da olsa soyuq qalmayın. Bu dəfə dung dang eləyərsən. Mənim gözümü açdılar. Amma baxırsan ortada heç nə yoxdur. Birazdan Magazin Plus'ta. Magazin Plus'tan yeni haber var. Suallardan qaçdı. Fikirləri yayındırmaq istədi, mövzunu bağlamaq istədi, amma Magazin Plus kamerasından el-gündən yaxasını qurtara bilmədi. Əhməd Mustafayev şok açıqlamaları, etirafları ilə Magazin Plus'da. Magazin Plus'tan yeni haber var. Salam əleykum. Salam. Yoldaş reis, Əhmədlərdir. Hamısını birdən çağırdım ki, məsələni elə bir dəfəli həll edeyim. Sizdən soruşsalar ki, show biznesin ən çalışqan ifaçısı kimdir? Cavab birdir. Əhməd Mustafayev. Necəsən Əhməd? Sağ olun. Siz necəsiniz? Çox sağ ol, minnətdaram. Şükür. Biz Əhmədi boşuna demədim çalışqan ifaçı, çünki Əhməd buradan çıxıb başqa yerə gedir və heç də Əhmədi saxlamaq da fikrimiz yoxdur. Bir yerdə gedək. Gəl liftə söhbət eləyərik. Əhməd necədir? Yaxşı, şükür biraz yoruluruq, amma eybi yoxdur. Əsas o da işdən yorulaq. Bugün Əhmədi görmək istəyənlər neçə yerdə gördülər? Əhmədi görmək. Şəxsi də cavab vermə. Yox, şəxsi bir şey yoxdur. 4-5 məkanda. 5 mək. Əhməd çatdırırsan. Elə də. Maşallah, yaxşısan. Neçə səhv, neçə düz apar? Min düzüm var bircə səhvim, quruyub dur sol tərəfim. Yastığında izin qalıb, nə gecəm var, nə səhərin, dilin soyuq, sözün sərin. Amma deyə bilmərəm. Səndə insaf yox. Əhmədin bu arada axırıncı mahnı çox qəşəngdir. Təşəkkür edirəm, çox sağ olun, var olun. Siz möhtəşəmsiniz, mən sizə təşəkkür edirəm. Bir almanın iki üzü o həm sənsən, həm də mənəm ya. Media dostlarıma təşəkkür edirəm ki, bizim işlərimizi işıqlandırırlar hər zaman. Yəni bunun özü bir dəstəkdir mənim üçün, çox böyük bir dəstəkdir. Qoşasimin titrəməsi, biri sənsən, biri mən ya. Sən sağ ol ki, həmişə belə vaxtının, belə deyək, o qızğın vaxtında falan vaxt ayırırsan. Bu günlərimiz Əhmədin 6 dəqiqəmiz var, hə? Artıq məncə işarə eləyir. Əhməd, yeni mahnılar falan var. Hər şey yaxşıdır. Amma istəyirəm ki, bundan danışmayaq. Əhməd axırıncı da kimə səhv eləyib? Mən belə show biznesi nəzərdə tuturam. Yox, show biznesi nəzərdə tutmuram. Məncə səhvlərim, sevmirəm belə şeyləri. Əhməd, mən yeganə süjet çəkən adamam ki, müsahibə götürəndə heç kimdən danışmırıq. Nəyimizə lazım, kim oxuya bilir, özləri bilərlər. Özümüzdən danışırıq, hə. Əhmədlə bir evdə yaşamağın ən çətin tərəfləri nədir? Təmizlik, diqqətçilik, səliqəlilik, səs-küyün az olması. Təsəvvüzə gətirin Əhməd proqramdan gəlir. Olması söhbədə ən çox səs-küy salan mənəm əslində. Bu Əhmədlər mənim başıma laf oyun açırlar. Sənin çətin tərəfin nədir? Mənim belə çətin tərəfin tələbkarlıq sadəcə. Məsələn, bugün saat tutalım deyək ki, 7-də durmuşamsa, yuxum gəlmir, yatmamışamsa, artıq 7-də səhər yeməyim hazır olmalıdır, əyin başım təmiz olmalıdır.
12-də durmuşamsa 12-də hazır olmalıdır. Yəni bu kimi. O da təbii ki, işimin gərəkdirdiyi cəhətdir. Dünən Moskvadan gəlmişik. 3 gün idi oradaydı. Məclisə getmişdik. Artıq mən ora belə yolculuqlara çıxanda mənim yuxu rejimim pozulur. Yemək, yuxu, hamısı pozulur. Mən ona həmişə deyirəm ki, cəmaət işdən gələndə biz işə gedirik. Əhməd Müğənni olmasaydın o belə saat 9-dan 6-ya iş var, hansında işləyərdin? 9-dan 6-ya işi işləyə bilməz. Məndən ondan bundan sordular, soruşdular. Kimdən ardan oradan buradan öyrənib danışdılar. Bizdə evdə qardaşım hərbiçidir, məsələn, o aylıq maaşla işləyir, saat rejiminə, səhər 5-də durur. O necə rus dilinə deyəcəm, riglovka eləyir onu. Mən təsəvvür eləyə bilmirəm onu. Səndən məndən ondan bundan sordular, soruşdular. Müğənnilər səhər verilişlərinə getməkdən adətən imtina eləyirlər. Niyə yuxudan oyanmaq məsələsinə görə? Yuxudan oyanmağa görə yox, yalan deyərəm. O işi sevirəm, necə sevirəm? Yəni zəhmətdir də, o da bir zəhmətdir. İşimin gərəkən bir tərəfidir. Tıxaca görə. Yəni hər səhər saat 11-dən sonra boşalır artıq yollar. Rahat getib çatmaq olur. Əhməddən ən son yolla bağlı bütün xəbərlər Əhməddə. Ancaq müğənnilərdə olur. Çünki müğənnilər bilirlər, harda tıxac var, harda tıxac yoxdur. Bir dənə variantımız o qalır ki, avtobus yoluna girib sürüb. Əhməd bir müğənni var, mən sənə deyim. Yeni il günü o müğənni neynədi? Bir motosikl götürdü. Hə, arkasında da bir dənə o yemək daşıyan. O motosiklla getdi yeni il proqramlarına. Xanım ifaçılardan biridir. Özü də xanımdır. İfaçı yoxsa rəqqasə? Yox, müğənnidir, müğənnidir. Əhməddə də reytinqli söhbət var, yəni kimi deyirdi? Renkanı görmüşdüm ki, motosiklet sürür Renka, tez-tez Renka. Təşəkkür edirəm. Mən sizə vaxtımı çox almayım. Bu soyuqda bərabər, əslində qısa da olsa bir yaxşı yolculuq elədik. Dayanıb danışmaq o bizlik deyil. Çünki Əhməd də hiperaktiv adamdır. Mən də havada yaxşıdır. Saxlamayım mən səni. Hələlik özündən müğayət ol. Minnətdaram sizə. Soyuq da olsa soyuq qalmayın. Süjetun axırında nöqtəsini qoydum. Biz də gedək. Başqa süjet çəkək. Hə? Hər dadın arxasında əsl aşpaz sənəti var. Bu peşə bəzilərinə asan görünə bilər, amma göründüyü kimi asan deyil. Sizin bu sahə də çox peşəkar bir sahədir və mən deyərdim ki, bu sahədə məncə xüsusi müəyyən söhbətlər olur. Çünki bəzən başqasına baxıb nəyisə eləyirlər və mən bildiyim qədər sizin də əl işinizə baxıb nələrsə eləyirlər. Yəni burada bildiyiniz kimi belə deyək də, qazan yeməkləri, mən gəldim birinci Bakıda xodladım, qəşəng düzülmüşlər, Allah hamının canını sağ eləsin. Hamı da indi görsən acı kafedə yemək pişirir, düzür sonra. Amma bunu mən Bakıya gələnə qədər heç kim düzmürdü və hazırlanmadı. Amma bugün deyirlər mi sonra biz Yavər ustadan götürmüşük bu ənənəni? Desələr də sağ olsun deməsələr də, amma mən bu işləri eləmişəm. Yavər usta deyir, dilim də var, dilçəyim də. Gərək o qədər peşəkar olasan ki, yeməyi bişirəndə heç dadına baxmayasan. Amma mən duzu fərqli cədə vururam, heç dadına da baxmıram. İnsan var ki, bir yeməyə 10 dəfə duz vurur, onun dadına baxsa da, yəni duz az olur. Artıq maşallah olsun, mənim yeməklərim hamını fərqlidir. Bildiyiniz kimi qazan yeməyi bizə hər şey. Məndə döymək qanunu görürsən buna. Amma fərqlidir. Hətta aralarında isə niyə fərqlidir? Bizdə döymək qanunudur. Yavər ustanın bişirdiyi yeməklər o qədər möhtəşəmdir ki, bunları dadmamaq günah olar. Mən bunun dadına baxmaq istəyirəm bir dənəsinin. Çox istəyirəm. Çünki bayaqdan mən diqqətimi çəkir. Görün bunun olan bir şeydir. Elə yerinə verək ki, sən bunu vay ev yoxsun. Bu vişnəyə cəniyyəti düşməz orada. Bu çox dadlı yeməkdir bizim. Bal. Həqiqətən də insan üzündə gördüyü o təəssüratı.
Mənə mənim şübhəniz yoxdur buna. Yavuz usta. Əllərinə sağlıq. Çox sağ olun. Yeyənlər də bilir. Mənə də bilir ki, məndə yeməklər mükəmməl olur. Çünki mən onu özüm tərləmək xoşlanmıram. Bilirəm, o amma bir dənə də istəyərdim ki, biz operatorumuza bunu təklif edək. Çünki operatorumuz orada çəkir. Mütləq şəkildə olmalıdır. Samir, gəl, bir dənə dadına bax, peşman olmayasın. Samir yesin, qiymət versin ki, biz də yemək edərik. Qiymət ver. Çox sağ olun. Bir sual da maraqlıdır. Əslində, bayaqdan gələndən baxıram, düzdür, onsuz da izləyirəm, izləmədə görürəm, amma necə olur ki, bu qədər dadlı təamların, yeməklərin içərisində siz belə formadasınız? Bilirsən, o yeməkləri pişirəm, idman deyirəm. İdmanla qalıram mən. Həm idmana gedirəm, bu arada bu yeməkləri pişirib dadına baxıram. Mən belə kökəlmirəm, belə qalıram. Yəni mən bildiyim qədəri mətbəx, yəni siz bu işdə artıq peşəkarsınız. Neçə ildir bu sahədəsiz? 2003-cü ildən. Yavər usta sonda yeni nəsil aşpazlara öz məsləhətindən də qalmadı. Bəs bu yeni nəsil bu aşpazlar var. Bəzən görürəm efirlərdə də deyirlər ki, biz yeniliklər gətirmişik, biz fərqli bir özəlliklər qatmışıq bu sahəyə. Onlara nə sözünüz var? Mənim sözüm belə deyərdim ki, bizim milli yemək ki var. Heç vaxt qoyma olmaz ki, milli yeməyimiz yəni qalsın yerdə. Mən Bakıya gələndə ilk dəfə gəldim ki, milli yemək ortası yoxdur, ancaq Avropa yeməyi bir dalınca pişirirlər. Ona görə mən milli yeməyi xodladım. Maşallah olsun, bugünkü gün bütün restoranlar, kafe hamısı milli yemək pişirir. Bu da mənim xoşum. Böyle mən də deyərdim ki, biri-birindən gözəl təamlar pişsinlər, gündən-günə artsınlar. Ət yemək, bugün bir şirəldana pişirsən, sən onu başqa cürə pişirə bilirsən. Yəni biri-birindən gözəl yeməyimiz, öz milli yeməyimiz bizim kökümüzdür, bu qalmaz. Söz. Novruz bayramına özel olarak herkesin sevimlisi Rəşad Şahbazov konsert programı keçirtdi. Her defa olduğu kimi bugün de bu konsertdə balaca uşaqlara, xanımlara, bəylərə hədiyyələr paylanıldı. Gəlin elə bu konsertdə isti-isti Rəşad bəydən müsahibəmizi alaq. Tabii ki, geçen sefer dediğim gibi 8 Mart'ta da konsert vermiştik. 18'de bir bayramlar, 19'u, 20'si, 21. Bugünlerde ben konsert verdim ve vereceğim de hala işimiz var. Birçok yerlerde konsert verək. Her zaman yeniliklərlə maşallah olsun diqqət mərkəzindəsiniz. Bəs Rəşad bəyin irəliləyən günlərdə planları nədir? Mən Uzqar kəndlərdə uşaqları sevindirəcəm. Yəni mən arada uşaq görürəm, onları sevindirirəm. Və o mənə yandı verib kalitəmə uyğun deyənlərə buradan mesajım. Mən ulduz deyiləm, bir fəhləyəm. Amma ulduz necə olur sizə göstərəcəm. Siz insan gərək səmimi olsun. Sizə də aiddir, ay bütün məşhurat. Mənim kimi olun, insanlara xoş ünsiyyət yaradın. Bugünkü konsertdə həm balacalara, həm böyüklərə, xanımlara hədiyyələr paylanıldı. Təxmini neçə nəfər insanlara hədiyyə verildi? Yox, hardasa bir 800 min dənə, elə idi də, 800 min dənə hədiyyə düzəltmişdim, hamısı getdi. Hələ yenə də düzəltdirəm, yenə də paylayacağım, axşam onu çəkimə də buradayım. Son olaraq nə demək istəyirsiniz? Son olaraq demək istəyirəm ki, yəni mən nə qalxmıram, nə düşmürəm, necə varamsa eləyəm. Və siz də həmişə olduğunuz kimi görsənin. Mənim əzizlərim, öpürəm sizi. Hər dəfə sana döndüm, bir yol tapdım. Sən yıxdıqca bezmədim, ayağa qalxdım. Hansı dostla qapımı açdım, ilk səlbə ondan gəldi. Heç kimə deyənmədim, sakitcə susub qaldım. Show proqram toylara yox deyib, ancaq televiziya proqramlarında gördüyümüz Rəşad İlyasov keçdi kameramızın qarşısına, son zamanlar sosial şəbəkədə baş verənlərə fikrini bildirdi. Mənim belə sakit danışmağıma baxmayın, Rəşad İlyasov elə danışdı ki, odlu, alovlu, əsəbi, qoy elə öz danışsın.
Rəşad İlyasov dilə gəldi. Bax bu mahnılar müzakirə olmalıdır. Mən çox sevirəm. Bir də görürsüz, sosial şəbəkədə o haqqda məlumat verirlər. İnsanlar yazır, fikir bildirirlər. Bəzən səhifələr var, bir mahnını bir neçə ifaçının təqdimatında gedir. Bu yaxşıdır. Bu bir növ belə deyim, dinləyicini, tamaşaçını silkələyir. Ki sən ayıl, sən yaxşıya yönlən, yaxşıya qulaq as. Əvvəllər mən sevmirəm, çox əvvəllər demək, amma hər halda mənim uşaqlıq dönəmində elə idi ki, o təqdim olunurdu, o material təqdim olunurdu, insan o ruhda tərbiyələnirdi. Bəzi saytlar olsun, bəzi adminlər olsun, hazırdır. Onu xalqa elə bir yumuşaq desək sırıdılar. Amma baxırsan ortada heç nə yoxdur. Mən daha 30 ildən çoxdur bu işin içində. Görürsən ki, o aşılanmış səs, studiyada o təmizlənmiş səs və s. və ilə axır. Bir dənə qırağa getdi, heç nə. Bir məsəl var, Biləcərdən oyunu heç kim tanımır. Ona görə məncə biraz bu sosial şəbəkələrin o yaxşı tərəfindən istifadə etmək lazımdır. Biraz bizim musiqini, öz musiqimizi, müasir musiqimizi, mən demirəm tək elə klassik bəstəkarlar olsun. O qədər müasir yazanlarımız var, gənclər var, elə maraqlı oxuyurlar, bir neçə janrda oxuyurlar. Onlara fürsət vermək lazımdır. Onları bir balaca xodlamaq lazımdır, baxışlı mənim ifadəmə görə. Digərləri yavaş-yavaş çıxacaq arenadan. Bilirəm yoxdur, keri yox. Səninəm, səndə. Mənim ol, bir ömür. Mənim ol. O kimləri parazit adlandırdı? Hamımızın payı var burada. Mən bir dəfə sizinlə kanalda söyləmişdim bunu. Bənzətdik bunu biraz həkim dili ilə desək, parazitlərə. Parazit necə olur? Bir orqanizmə hopur, o orqanizmdən gələn qidayla qidalanır və öz yerini böyüdür. Mən bu işləri, belə adamları, belə bir sistemi bənzətdim parazitə. Danışmaqdan yorulmayan İlyasov daha nələrdən danışdı? Çox az dostum var ümumiyyətlə bu sahədə. Sizin sualınıza gəlincə isə deyim ki, bayaqlığı nədə görürsünüz? Biraz uzun mövzudur. Amma hər halda bilirsiniz necədir? Dostluq elədir ki, fikirlər üst-üstə düşməlidir. Düzdür, burada hərənin öz fikri də var, amma məqsəd bir olmalıdır, amal bir olmalıdır dostluqda. Mən deyim həmlə, həmə, sən deyirsən həm, dəmlən həmə. Bu düzgün olunmaz, onu düzgün alınmır. Ona görə də mənim bu cür adamlarla söhbətim tutmaz. Həyatın çox incə sirləri vardır. Naz eyləmə, ay sevgilim amandır. Gəl titrək həzin ocağımı yandır. Qoy sinsin ki, ürək savabdır. Bir-iki dəfə belə məclisdə olur da arada bir elə ifaçıdır ki, əvvəllər olub, görüşmüşük. Ağzını açıb heç nə. Şükür Allah məndə, şükürlər olsun ki, hələ bu çətin dönəmləri atlatmışıqsa, məncə bundan sonra daha da yaxşı olar. Bir period var da, bir evlilik dönəmində. Bu hər bir insan üçün keçərlidir, xüsus sənət adamları üçün. Vallahi nə bilim, hərənin öz işi. Bir dəfə bir sənət adamı var idi, dedi ki, mən sənətimi ataram. Əgər mənim qarşıma sevdiyim insan çıxsa, biz də belə baxdıq ki, axı elə bir sənət deyil, axı sən onu qurban verəsən. Magazin Plus reklamlardan sonra davam edəcək. Magazin Plus reklamlardan sonra davam edir. Kərimbəyova dedikdə əlbəttə ki, ifa ilə bərabər gözəl qıvraq rəqslər də yada düşür. Nədənsə sosial şəbəkədə yayılan rəqs görüntülərinə şou biznes nümayəndələri bir mənalı fikir bildirməyiblər. Nərminə də Nərmin deyərlər. Açdı ağzını, yumdu gözünü. Bütün həmkarlarını yerdən yerə vurdu.
Şou biznesdə pozitivliyi, rəqsi və ən əsası ifaları ilə seçilən müğənni Nərmin Kərimbəyova Maqazin Plus kamerasını görər-görməz yenə öz ampluasında idi. Kərimbəyova deyir ki, səhnə adamı hər daim pozitiv olmalıdır. Çox pozitiv, çox enerjili Nərmin xanım. Xoş gördünüz. Təşəkkür edirəm əzizim. Necə? Səhnə adamı necə olmalıdır bəs? Doğrudan necə olmalıdır səhnə adamı? Yaradıcı olmalıdır, dayanmadan insanları şənləndirməlidir. Olmayanda belə baxıram mən özüm bir izləyicim səhnəyə ki, yatdım, qaldım yuxuya. Yəni məcbur, enerji olmasa da belə başqa bir modda gəlsə, amma bilirsən ki, səhnən var, artıq gəlir o sənə, gəlir nəsə. Çoxmu azdır o yaradıcı insanlar şou biznesdə? Nərminin enerjisindən istifadə edib, biraz da onu əsl şou biznesə qaytaraq. Yox, məncə o qədər də çox deyirlər. Başqa cür səsi olan var, yaraşıqlı olan var, hər cür adam var, amma əsl yaradıcı adam çox deyil. İndi də görək, yaradıcı insanlar azdır, yoxsa ümumiyyətlə yoxdur? Necə olmalıdır? Yaradıcılıq nədən ibarət sizə görə? Məncə yaradıcılıq nə deməkdir? O insandan bilinir zaten. İnsan yaradıcıdır. Sırf kommersiya yönümlü düşünmür, sırf mahnım satılsın, yeyilsin deyə düşünmür. Müğənni üzünü tutdu kameramıza və şou əhlinə əsl yaradıcılıq dərsi keçdi. Nəsə təsir edə bilim, təəccübləndirim, maraqlı bir şey yaradım deyə yaradıcılığa məşğul. Yaradıcılıq budur. Maraqlı insandan maraqlı yanaşma olmalıdır da. Düşünürəm ki, sizin bu açıqlamanızdan sonra bir çoxları artıq biraz yüngülvari bir qızıq yaradacaq. Bunu hiss eləyirəm. Kərimbəyova deyir ki, bugünə kimi susurdum, artıq susmayacağam. İllərdir susuram da. İlk əvvəl deyirdim nə düşünürəm. Sonra gördüm doğrudan da nə qədər aqressiya var. Sustum. Yenə də o aqressiya var. Sadəcə o gizli formada olur. Dediniz ki, əvvəl susurdum, bugün susmuram. Bəli. İndi susmamağınızın səbəbi nədir? Nə dəyişdi Nərmin xanım həyatında ki, artıq susmur? Yeri gələndə cavabını verir. Birincisi Nərmin yoruldu susmaqdan. Nə qədər olar susasan. Nə qədər olar. Düşündüm ki, bu səhvdir. Bu düşüncəm səhvdir. Xanım müğənni deyir ki, bundan sonra ancaq özünü düşünəcək. Əgər əvvəl susurdunsa, yola verirdin çox şey, artıq yox. Artıq ehtiyac yoxdur ona. Sənin canından gedir susduqca. Səndən gedir, enerjindən gedir. O enerji boşuna gedir onda. Yox, sən gərək yönəldəsən onu düzgün yerə, düzgün sərf edəsən, özünə yaxşı olsun. Çünki özünü prioritet tutmalısan, hər kəsə aiddir bu. İlk öncə özünsə. Məsəl üçün, uçaqda nə olur? Qəza olduğu zaman deyilir, elan verilir ki, ilk öncə o aparatı, hava nəfəs aparatını özünə taxırsan, sonra övladıva taxırsan. Halbuki övladından əziz heç kimin yoxdur. Düzdürmü? Birinci sən özünü qorumalısan ki, sonra onu qoruya biləsən. Bu artıq bir qaydadır. Eyni hər yerdə. Birinci özünü düşün, sonra ətrafdakılar. Fatimə Fətəliyeva və Roza Zərgərli dostluğu sarsıldı. Onların arasında söz-söhbət düşdü və incilik oldu. Əlbəttə ki, illərin dostu bir-birindən ayrı düşdü. Fatimə Fətəliyeva ilə olan bütün bu proseslərə, bütün hadisələrə Maqazin Plus'da açıqlama verdi. Roza Zərgərli və rəqqasə Fatiməni hələ belə görməmişdiniz. 25-26 ildir ki, mənim Roza ilə hələ bir dəfə də aramızda söz-söhbət olmuyor. Bir-birinə təriflər yağdıran iki sənətçi dostluqlarını bütün şou camiyyəsinə nümunə çəkdi. Nəsiyyətim odur ki, həyat 5 günlük həyatdır və ən xoş anlarımızda bacaraq bir-birimizin yanımızda olaq ki, heç pis anları görməyək, heç pis anları yaşamayaq. Amma yenə də mən bilirəm ki, mənim dar günümdə mən atam rəhmətə gedəndə də dedim ki, mən gördüm ki, mən tək deyiləm. Şou biznes düzdür, qalma-qaldın məşhurdur, söz-söhbətdə məşhurdur. Amma mən onu da bildim ki, mənim öz bioloji ailəmdən başqa, anamdan, qardaşımdan, övladlarımdan başqadır. Mənim böyük bir ailəm var, o da şou biznes nümayəndələridir. İllərdən sınanmış dostlardır.
Hə, gəldik əsas məsələyə. Görün zərgərli Fatiməyə hansı sözü verib, əməl etmək yadından çıxıb. Zəhmətkeş xanımlarıq. Çünki özümüz ayaq üstə öz övladlarımızı qaldırmışıq. Sənətimiz də, işimiz də, dostluğumuz da göz qabağındadır. Və bizim belə deyim ki, bölüşəsi, dalaşası bir şey. O qədər olub ki, söz-söhbət aramızda. Bir də inciliyim var Rozaya qarşı deyim də, qoy deyim ürəyimdə qalmasın. Qoy mən onu tamamlayım. Deməli bağa gəlməlidir bu günə qədər. Yo bir dəfə gəldi, hə, ad günə çıxdı, gəldi. Fürsətdən istifadə edən Fatimə Rozaya hələ bir xatırlatma da etdi. Gözləyirəm. Neçə ildir gözləyirəm. 4 il. Deməli bizim çox vaxt aramızda qadınların olur da, söz-söhbət olur, amma bu nə hər kəs üçündür. Bu bizim ikimizin öz aramızda. Çünki bir yaş fərqimiz var. Sən məndən böyüksən də canım. Tanrım səni. Səndən böyüksən. Bu günə qədər mən elə eşitməmişəm ki, Roza mənim haqqımda hardasa nəsə danışsın və mənə bunu desinlər. Çünki danışsa, valla show biznesdə söz-söhbət tez yayılır. Bəli. Və Roza da bu günə qədər eşidə bilməz. Çünki nəsə bir incilik belə olsa Allah eləməsin. Yenə deyirəm, görürsünüz o söhbət, ceyran söhbəti olub, onu da hər dəfə görəndə yadına salıram. Amma başqa şükürlər olsun ki, bizim xarici səfərlərimiz də oldu. Biz rayonun ən gözəl bölgələrində də, konsertlərdə də iştirak etmişik. Dövlət tədbirlərində də. Heç 25 il bundan öncə Astankəndə ilk konsertdə iştirak edən gənclər idik. Bəli, biz indi gəncik canım. İndi yox, indi körpəyə yeni yetməyik. Yəni, yox, bizim ola bilməz. Bəli, Om Şansion və orada bir neçə Azərbaycan tanınmış, bəli, bal sənətçilərini dəvət etmişdim. Hə, mütləq. Çox, həqiqət. Rozanın vəbşə çıxışı orada görürsünüz necə gəlir belə dang, çox qəşəng idi. Biz nə deyirik ki, Allah həmişə sizi mehriban eləsin. Görün bu dəfə sən necə olacaq. Bu dəfə dung-dang eləyərsən. Öpürəm səni. Maç kuç darılmışam, taşa duvarlara sarılmışam. Maç kuç darılmışam. Magazin Plus'ta yeni haber var. Necəsiz? Çox sağ olun, həmişə siz gələsiniz. Təşəkkür edirəm. Maşallah yenə partladırsınız, yenə bişirmisiniz bu təamları. Mən bişirdiyim yeməklərə gözəl yeməkdə, mükəmməl yeməkləri mən bişirirəm. Bir-birindən gözəl yeməklər, təamlar hazırlayıram. İndi burada hazırladığım da var və yerində zakaz deyiləndə onu da hazırlayıb verirəm. Gəlmişik bugün Village Palasa, buradayam bir illərim Allahın köməyi ilə. Bu il artıq buradasınız. Bəli, bu il artıq öz komandamla, öz kababçılarımızla, poverlərimizlə, işçilərimizlə, administratorlarımızla bütün hamısını bir gətirmişəm bura. Village Palasa gəlin, yay sezonunda da Yavar Usta buradadır. Gəlin rahat istirahət edin, hovuzundan yararlanın, vətbəxindən, restorandan yararlanın və istirahətinizə istirahət qatın. Bax, yeyən adamı doğru yerə gətiriblər. Burada nələr var, nələr? Mən istəyərdim ki, Yavar Usta bir tanış elə Nərmin xanım bu yeməklərlə. Xoş gəldin bizim yanımıza. Deyib gedim Yavar Usta'nın yanına, bu gözəl bu, görün bu əmcək yağı ilə nə pişirir bu. Mən deyim, bax gör nə pişirmişəm, indi bir tad eləyərik də, baxarsın. Bu bizim şirəli danadır. Bu şirəli danadır, bax bu qaydada qaynır, ancaq dananın qarvqalarıdır. Bana Nərmin xanım, bura keçdik buna bax, zinişli quzu. Bu zinişli quzudur. Ondan sonra, oradan ki, hissə vermiş tanıya, bir kət tutmuşsan, ocaqda pişib iyi gəlir, görsən təliyi gəlir onu. Artıq pis olum, səhnəyə hazır deyirəm mən. Fikir verir ki, qazanın qapağı açılanda hərəsindən bir qoxu gəlir, xüsusi bir qoxu gəlir. Bana Nərmin xanım, belə bir yağlı yeyirsən, birdən deyirsən ki, mən bunu sizə nə yeyə bilərəm ki, məni vurmasın da belə qəşəng olsun. Onda deyirsən ki, Yavar Usta, vişnəli cayətlə, bax deməli, bunun üstdən vişnəli cayətini yeyirsən, düşməzə. Deyirsən, bura hara deyir Yavar Usta'nın yanı. Buna bax, bu bizim maçalardır, görürsən sümükdən çıxır. Quzunun maçalarını qoyuram, bax bu qayda qaynır, düşür şiriyə, elə bil ki, bəhməz yeyirsən də belə deyək. Şirədə kilək. Ay Allah. Bu bizim şalampurdur, çəp şalampırıdır. Bunu da elə bir adətən sarımsaq qatıqla yeyirlər də belə deyək. Təşəkkür edirik. Çox sağ olun. Axırda da bilirsiniz də mənim sümünüm budur da, yəni mənim bu loqamdır. Yəni məşhur mənim, mənim məşhur loqam. Belə bir loqo. Bir dənə belə duracaq axırda. Bəli, bugün biz Village Otel, Masalda Village Otelə dəvət aldıq. Çox bəyəndim, həqiqətən orqanizasyon ümumiyyətcə çox gözəl idi. Mən təşəkkür edirəm buranın rəhbərliyinə. Hər şeydən biraz rubrikasının bu dəfəki qonağı müğənni Hiss oldu. Həmzənin suallarına ünvanlı şəkildə cavab verən Hissin bu açıqlamaları, bu fikirləri show biznesdə
əməlli başlı söz-söhbətə, gərginliyə səbəb olacaq. Hiss necəsən? Yaxşı, Həmzə, sən necəsən? Yaxşı olsun. Səni görəndə pozitiv alırıq. Bu enerjinin mənbəyi hardandır? İç dünyamda da yəqin ki elə. Sən yəni həyatda da beləsən yoxsa Pozitiv. Ya belə də yəni əslində pozitivəm, amma arada tək qalanda belə şey oluram, normal olaraq hamı kimi. Çünki bütün pozitiv insanların əslində içində məncə başqa. Ona görə sual verir. Ya əslində söhbət müğənni olmaq deyil də, yəni məşhur olmaq, sevilmək, daha çox tanınmaq və yəni biznes analitikdə, riyaziyyatda da çox yaxşıyam. Amma sənətdə daha yaxşıyam məncə. Bu sualı elə belə vermədim. Gənclərə örnəksən bir növ. Yəni məqsədin olur, məqsədin arxasından gedirsən, bütün qazancları da bu sənətə yatırırsan. Bəli, hamısı. Bir qəpiyinə kimi. Tərzin və bəzən oxunuş tərzin, eyni zamanda geyim tərzin həm bəyənilir, həm qınanılır. Oxuyanda nə reaksiya verirsən? Kim qınayır? Hə, var, qınayan da. Qınayan da hamının öz pəncərəsi var. Yəni zövq məsələsidir. Yəni bu mənim iç dünyamdır. Mən onu özümdə görəndə güzgünə xoşbəxt oluramsa, bu çox yəni çox da fikir vermirəm əslində deyilənlərə, amma çalışıram, yalan deməyəcəm. Yəni çünki hər yerdə çox olur, amma qarşıma çıxdıqca görürəm. Mehrin Ümbətova tanıyırsan yəqin ki. Deyir ki, Hiss səhnə müğənnisi deyil, studiya müğənnisidir. Belə bir müsahibəsi var. Səhnə müğənnisisən yoxsa studiya müğənnisi? Mən həm səhnə, həm də studiya, yəni artistəm də. Yəni müğənni deyiləm, müğənni yəqin ki özüdür. Yəqin ki toy mənasında deyib. Yoxsa başa düşmədim nə demək istəyib. Toy mənasında deyirsə düz deyir. Amma mən artistəm, yəni hər tərəfliyəm. Mən həm aktrisayam, həm müğənniyəm, yəni müğənni sözünü sevmirəm, musiqiçiyəm. Həm rejissoram, həm dizayneram, hər şeyəm yəni. Özünüzdə qulaq assanır, asmaqlar. Adətən sənətçilər özünə qulaq asmırlar, yəni xoşlamırlar özünə qulaq asmır. Yox, qulaq asıram, amma kimsə yanımda, məsələn, ya harasa restorana gedəndə onlar açanda, ya kimsə mənə görür, mahnımı açır, onda deyirəm, siz açmayın da, onda utanıram. Amma özümü dinləyirəm, bütün mahnılarımı dinləyirəm, hamısını bəyənirəm. Ən bəyəndiyim məncə kədərli bölümdür, yəni bu aralar. Bu dəyişir zamanla. Kədərli bölüm. Mən soundunu çox bəyənirəm, yəni belə soundu mənə çox ciddi gəlir. İndi görürsən, bir də gələcəyə baxırsan. Nə görürsən? Gələcəkdə, heç də dəyişməyib. Mənim üçün hər şey normaldır, yəni. Onda da əvlaydım, ümidliydim, xoşbəxt idim. İndi də eləyəm, gələcəkdə də elə olacaq. Ulduz olmaq üçün bu qədər sadəlik lazımdır mı? Bəli, əsl ulduz olmaq üçün sadə olmaz. Bir də müğənni olanda demirsən ki, heç bir müğənniyə qulaq asmırdın. Çox qəribə bir şeydir bu. Yəni kimisə kumir görsən ya ideal görsən bu sənətə gəlirsən adətən, düzdürmü? Bəli. Amma sən heç kimə qulaq asmamısan. Yəni deyirsən ki, mənim üçün elə bir adam olmayıb. Azərbaycanda dünyada ola bilər. Ya belə, yəni kiməsə oxşayacam, yox, heç vaxt olmuyor. Azərbaycanda da elə adam olmayıb, amma dinlədiyim, sevdiklərim olub təbii ki. Amma güzgüyə baxmışam da, özümə görmüşəm, demişəm ki, səndə nəsə var. Bax, adığı dəyişməyin də misal üçün maraqlıdır. Demirsən ki, ikinci röya bu sənətdə var deyə. Rəqib olmaqdan qorxdunmu, yoxsa necə? Yox, nədən qorxacam? Hamının öz yoludur. Yox, hamının öz yolu var. Və əslində heç mən dəyişmirdim ki, mənim heç xəbərim 3-cü mahnımda elə hər adamın röya idi. Mənim gözümü açdılar. Dedilər ki, yox, dəyişməlisən, çünki bu sənin problem yarada bilər. Yəqin məndə də o işığı görüblər ki, zamansı partidasın, dəyiş adı bu. Bax, adətən fanatlarından söhbət düşəndə deyirlər ki, hissin fanatları uşaqlardır.
Amma dünya miqyasında da uşaqlar daha çox kimi sevirsə, o müğənni daha uğurlu müğənni olur. Səndə necədir? Ya məndə uşaqlar da var, amma tək uşaqlar deyil. Artıq məsələn 5-ci ilimdir. 2020-də məsəl üçün 15 yaşında uşaq bəyənirsə, həmin uşağın 20 yaşı var, heç uşaq deyil. Çünki uşaq təmiz olur, heç bir art niyyəti olmur. Məsəl üçün böyüklər kimisə əslində bəyənəndə o özündə eləyə bilmədiyi, görmək istədiyi bir şeyi bir qadında ya artistdə görəndə ya bəyənir, ya deyir ki, bu pisdir, ya söyür. Məsəl üçün, ya özünlə bağlıdır. Təbii ki, uşaqlarda da elədir. Ümumiyyətlə, insan sistemi budur. Amma uşaqlar daha təmiz olduğu üçün düzgün adamı seçə bilirlər, yəni. Saf sevgi, təmiz sevgi olur, bəli. Ona görə tək məndə uşaqlar olsun daha çox. Amma deyil, yəni, daha çox. Sevgidən danışmışkən, bir insan yaşadan sevgi olur. Yaxşı ki, varsan dediyin insan varmı? Var. Həmişə deyirəm də, var yəni. Tələbatlı olan sən səncə? Harada? Toyda yox. Bizdə ancaq qazan toydandır da demək olar. Toyda inanmıram. Yox, məndən daha çox tələbatlı olanlar var. Bəli. Yəni sən sırf gəlirin konsertdəndir, belə başa düşdün? Hə, reklamlar, korporativ tədbirlər, belə. Sima da, yəni sima. Nə vaxt sənə 6-8 oxuyan görə bilərik? Ya onu da eləsəm maraqlı eləyərəm. Eləyə bilərəm, amma maraqlı. Heç qulaq asırsan o tərzə mahnılara? Yox, təbii ki, qulaq asmıram. Ümumiyyətlə? Yox, ümumiyyətlə qulaq asmıram. Yəni... Ola bilər misal üçün xalq mahnısı ola bilər 6-8 stilində. İndi bu bayağı mahnılardan danışmıram. Yox, xalqa da qulaq asmıram, yalan deməyim. Daha çox dünya bazarını araşdırıram. Yaxşı, tam sənin bir sual verəcəm, amma sənin də cavabı gözləyirəm, çünki sən səmimi adamsan. Efirlərin birində bax, Nəfəsi Vəfanı o bayağı oxuyanlar deyirlərdi, onları göstərdilər. Doğrudan mı qulaq asmamışdın, yoxsa tanımırdın? Onda demədim, tanıyıram, amma yox, qulaq asmamışam. Tanıyıram, görmüşəm, amma həqiqətən qulaq asmamışam. Heç birinin heç bir mahnısını bilmirəm, yəni. Onları sən özün bayağı müğənni və yaxud da mahnılarını bayağı adlandırırsan? Yox, mahnı mənə heç bir hiss vermirsə, mən o mahnını niyə dinləyim, ya da mənə heç bir motivasiya vermirsə, yaxud arxaya baxmıram da, mən qabağa baxıram. Yəni, bayağı görsən onu? Yəqin ki. Yaxşı. Sən özün mədəniyyətimizə nə verirsən bəs ifanla? Çünki sənin ifan da bəzilərinə çatmır. Çatmır. Çatmasın da. Yəni, mən heç nə şeylənmirəm, necə deyim, planlamıram ki, mən sizə bunu göstərəcəm. Yəni, içimdə nə hisslər, nə duyğular, nə görmək istəyirəm, onu verirəm. Yəni, heç kim də demirəm ki, qulaq asın. Amma dinlənilir, sevilir. Çox sağ olsunlar. Azərbaycan deyirsən ki? Heç kimə. Ya, hamıya qulaq asıram, amma belə hal-hazırda, yəni playlistimdə yalan deməyəm, heç kim yoxdur. Amma ki, bilirəm kim nə mahnı çıxarır, yəni musiqi iş görənlərdən deyirəm, amma görürəm, yəni həqiqətən. Onu biz də gördük. Yeni komanda ilə işləyirsən. Bir ara çəkilmişdin kənara, Prometey ilə ayrılmışsan bildiyim qədərindən. İndi yeni komanda ilə da işləyirsən. Hə, yəni sadəcə komanda böyüyüb. Mete labeldadır, musiqi yayımdadır. İndiki uşaqlarda belə. Xəyal var, ümid var. Bəli, xəyal var, ümid var. Necədir bunlarla işləmək çətindir? Əla. Yox, çox asandır. Canın sağ olsun. Bəli. Gəl biraz bundan danış. Canın sağ olsun. Bu mahnı bildiyim qədər bir dəfə Türkiyədə çəkilib deyəsən, sonra bəyənməmisiniz. Onlar işlərini bəyənmədin yoxsa? Yəni, yox, bəyənmədik klipi. Nəsə problem var idi, texniki problem var idi orada. Bilməm, bir-iki nəsə problem olub. Xəyal dedi ki, yox, yəni bu kadrlar qurtara bilmərik, təzədən çəkməliyik. Amma oradan bəzi kadrlar təbii ki, istifadə edəcək, o qədər pul vermişik. Belə. İndi xəyal çəkir. Belə. Sən təkcə rejissor kimi yox, prodüser kimi də işləyirəm və onu deyə bilərəm ki, çox gözəl bir sənətçidir və... Yox, əsl artisti deyə bilərəm. Dəli doludur. Misal üçün, neçə yaş olsa da məncə uşaqlığını həll etdirmir. Çətin deyil ki, bundan işləmək? Loro dedikləri ev dilində desək, ipini yığmaq çətin deyil ki? Xeyr, əslində elə deyil. Çünki vizyonumuz üst-üstə düşür. Yəni, bəli, düşüncələrimiz üst-üstə düşür. O yüzden də bu konuda problem yaşamırıq. Bir çox adamla işləyib. Siz nə vəd verirsiniz?
Mən bütün vədlərimi yazılı şəkildə bir neçə dəfə təqdim etmişəm və o vədləri yerinə yetirirəm bir-bir. Bu da onlardan biridir. Çünki təkcə işin maddi tərəfi yox, bunun işin keyfiyyəti çox yaradıcılıq tərəfi çox önəmlidir. Mən Röyə yaradıcılığı söz vermişəm və bu belə deyək də qlobala çıxmaq üçün daha böyük işlər görməliyik. Onu vəd eləmişəm. Bunların da hamısını bir-bir eləyəcək. Qadağalarınız varmı? Təbii ki, amma Çox yemə, axşam makaron yemə. Bax bu da qadağası. Səhər dur idmana get. Oradan çıx bakala get. Oradan da çıx partisə get. Oradan da çıx nə? Bax budur, bunları deyir. Bəli. Və çox şadam ki, bir-birimizlə o belə kompromisə gələ bilirik. O xəbəri olmuş. Bu klipdə nə gedir? Bu klipdə əslində yenə dediyim kimi yaradıcılıq, kreativlik, çünki bilmirəm danışdıq klipin. Yox, sən də danış. Siz onunla danışdınız. Belə deyək də bu klip əslində Türkiyədə çəkilmişdi və məndən öncədən çəkilmişdi. Sonra mən baxdım və mənim belə deyək yanaşmamla biraz fərqlidir. Onun üçün də biz bu klipi yenidən çəkməyə qərar aldıq. İdeyanı təqdim edəndə də özü də baxdı, gördü ki, həqiqətən də bu yenidən çəkilməlidir və yəni o klip mənim rəhbərliyim altında çıxa bilməzdi. Yoxsa sizin tərzini dəyişməyə fikirləşdiniz? Yəni çox zövqlüdür. Zövqlərimiz yenə də dediyim kimi üst-üstə düşdüyü üçün burada bir problem yaşamıram və çox zövqlüdür. Mən sadəcə ora qatqı edə bilərəm, nəsə bir gözəlləşdirə bilərəm. Onun üçün də Təqdim edə bilərsən düzgün. Bəli, bu çox önəmlidir. Çünki bu çəkdiyimiz işlə də onu mən sübut edəcəm ki, indi yeni başlamışıq işə deyə. Amma bu iş düşünürəm ki, bizim aramızda çox böyük bir o sağlam bir körpü olacaq. Sənin dünya səhnəsini görəcək. Oyda, bilmirəm ki. Gəl bir sual verim. Keçən həftə mən İçinari Məqsəd müsahibə alanda Avroviziya ilə bağlı bir sual verdim ona. Dedi ki, mən özümü o səhnədə görmək istəmirəm. Ora gedən sənətçilərin çoxusu qayıdır və karyerası uğurlu olmur. Ya evlənirlər, ya da sənətlərində irəliyə bilmirlər. Görmək istəyirsən sən də özün? Yəni oxuya bilərəm ya, amma ki, yəni buna şey göstərmərəm, mahnı göndərirlər ya. Yəni bu proseslərdən yəqin keçmərəm, çünki Ulduzsan, seçimə qatılmarsan yəni. Yox, həvəsim olmaz yəni. Amma qəblisələr ki, oxumalısan sən, hə, təbii ki, hazırlaşaram eləyərəm. Amma belə planımda elə bir şey yoxdur. Belə. Özün üçün sərhədlərin var sənin ümumiyyətlə? Nəyim var? Sərhədlər. Yəqin ki, var ha. Qısa giyinmək. Sonra nə var? Özü də qısa giyim olacaq. Sən nə aşırısı adamsın. Bu qısa deyil. Bu qısa deyil. Daha açıq demək istəyirəm də, yəni bu vulqar. Məsələn, bu vulqar zat deyil, bu çox sweetdir, amma sweet girl, guys. Həyatında olan adamın qadağaları yoxdur belə qısa geyimlər. Qısa deyil axı. Qısa bundan artıq. Yox, bu vulqar deyil, yəni. Qısa deyən mən vulqar deyirəm də, yəni bunu planlı şəkildə eləyir, bir məqsədi var. Bunu belə giyməyin bir məqsədi var, bir şey var. Məndə heç bir məqsəd yox. Təşəkkür edirəm sənə. Çox sağ olun. Minnətdaram. Xeyirli uğurlu olsun klipində. Çox sağ olun. Təşəkkür edirəm sizə gəldiyiniz üçün. Hər zaman yanımdasınız. Əlasın. Show biznes nümayəndələrindən, show biznes dünyasından bu həftədə çatdıracaqlarımız bu qədər. Sağ olun, salamat qalın. Gələn həftə görüşmək ümidi ilə. Haberiniz olsun, olup bitenden Magazin Plus'tan yeni haber var. Magazin Plus'tan yeni haber var. Magazin Plus'tan yeni haber var.